Layihənin bədii və musiqi rəhbəri Vahid Mustafayev. Rolları səsləndirdilər Nəcibə Hüseynova, Emil İsrafilov, Emin Nəsirli. Mahnını ifa etdilər Leyla İbrahimova, Elnarə Tağızadə, Yaqub Mürsalov, Səma Vəliyeva. Uşaq xorunun rəhbəri Zülfiyə İbrahimova. Şeir və mahnılar Vahid Naxış. Səs operatoru Günel Nəsirova. Səs rejissorları Yaşar Baxış, Uğur Səfərov. Montaj Əziz Unoyev. Mətnlərin tərcüməsi Tərlan Rəsulov. Redaktor Aytən İskəndərova. Film 2014-cü ildə Aynəs televiziyasının sifarişi ilə Bakı Film Kino Studiyasında hazırlanır.